İçəridə ələ gələn heç nə yoxdur da, yəni deyim biraz. Sumqayıtda yaşayış binasında güclü yanğın hadisəsi baş verib. Hadisə şəhərin 17-ci mikrorayonunda qeydə alınıb. Belə ki, 3-cü mərtəbədə 2 otaqlı mənzildə çıxan yanğın zamanı evin əşyaları yanaraq kül olub. Dokuz mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində başlayan yanğın qısa müddətdə mənzilin hər iki otağını əhatə edərək evdəki bütün əşyalarını yanaraq kül olmasına səbəb olub. Yanğın hadisəsi bina sakinləri arasında böyük bir təşviş yaradıb. Yanğın başladığı andan etibarən dərhal Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub. Ərazidə polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülüb. Yanğın söndürənlər hadisə yerinə çatana qədər alovlar mənzilin böyük bir hissəsini məhv edib. Hadisə nəticəsində mənzildə olan əşyalar tamamilə yanaraq kül olub. Yanğının ilkin səbəbləri və dəymiş ziyanın miqdarı hələ ki araşdırılır. Hadisə yerində yanğın söndürənlər tərəfindən yanğın tam söndürülüb. İlkin məlumatlara görə yanğın elektrik qısa qapanması nəticəsində baş vermiş ola biləcəyi ehtimal edilir. Lakin bu yalnız ilkin ehtimal olaraq qalır və dəqiq məlumatlar araşdırmaların tamamlanmasından sonra məlum olacaq. Hadisə yerində toplaşan sakinlər yanğının baş verməsindən dərin sarsılıb. Ev sahibinin yaxını bildirib ki, yanğın başlayanda ana və azyaşlı uşağı evdə bircə olub. O, alovdan özünü güclə çölə ata bilib. Qaynımın evidir, xəbər gəldi, gəldim, çatdım. Pajan da məndən sonra gəldi, salamatçılıqdır. Xəsarət alan yox, filan yox, hər şey öz qaydasındadır. Yəqin tokdan olub da, başqa kesin. İçəridə nə yanıb? İçəri yanıb, ev hamısı yanıb da, məhv olub. Ələ gələsi bir şey yox. Və yanğın hardan başlayıb bilirsiniz? Ya, necə bilə bilərik, biz çöldə yanğın içəridə. Yəni mənzildə həmin vaxtda adam olmuyor. Həmin yanğın vaxtı xanım çıxıb çölədə, uşağını götürüb çıxıb bayıra. Qonşu kömək edir, sağ olsun. Yanğının olduğunu görüb və Görüb də, qonşular kömək edir. Təşəkkür edirəm qonşulara da. yanğın zamanı ölən və xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır. Nizami Rəsulov, Fərad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.